Türkiye Böyük Millət Məclisinin Demokratiya və Atılım Partiyasının Kocaeli Millət-vəkili Ömər Farruq Gergeriyoğlu İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları sərt şəkildə tənqid edib. O, İsrailin bu hərəkətlərini soyqırım olaraq qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal olmağa çağırıb. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, Gergeriyoğlu çıxışı zamanı Azərbaycanın Müdafiə Naziri General-Polkovnik Zakir Həsənovun İsrailə səfərini və orada İsrail Müdafiə Naziri İsrail Katz ilə görüşünü tənqid edib. Gergeriyoğlu'nun belə qərəzli çıxışı ilk deyil, o daha öncə Azərbaycan-İsrail münasibətlərinə görə rəsmi Bakını tənqid etmişdi. Azərbaycan və İsrail arasında müdafiə, texnoloji və enerji sahələrində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. İsrailin pilotsuz uçuş aparatları və kəşfiyyat texnologiyaları 44 günlük vətən müharibəsində bizə mühüm üstünlük yaratdı. Bununla yanaşı tərəflər arasında hərbi təhsil, texnologiya transferi və birgə istehsal kimi sahələrdə də yeni imkanlar formalaşır. Azərbaycanın mövqeyi daha çox real politikaya söykənir. Azərbaycan öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün beynəlxalq tərəfdaşlıqlardan istifadə eləyir və İsrail əməkdaşlıq da bunun ayrılmaz hissəsidir. Azərbaycan-İsrail münasibətləri Fələstin xalqına qarşı yönəlməyib. Bakı-Fələstin faktoruna görə İsrail münasibətləri hər zaman ehtiyatlı diplomatik balans üzərində qurub. Azərbaycan Fələstin məsələsində beynəlxalq hüququn və BMT-nin qərarlarının tərəfdaşı kimi çıxış eləyir və münasibətləri əsasən prinsipial dəstək səviyyəsində saxlayır. Məsələn, Azərbaycan Fələstin dövlətini rəsmi şəkildə tanıyır və BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlarda Fələstinlə bağlı qətnamələrin lehinə səs verir. Xüsusilə 2012-ci ildə Fələstinin BMT-də müşahidəçi dövlət statusu qazanması zamanı Azərbaycan bu təşəbbüsü dəstəkləyir. Gergeriyoğlu'nun kifayət qədər qərəzli və qeyri-konstruktivdir. Bütün hallarda belə bir şəxsin mövqeyini Türkiyə Respublikasının rəsmi mövqeyi kimi qiymətləndirmək olmaz. Gergeriyoğlu həmin şəxsdir ki, 2018-ci ildə sosial mediada paylaşdığı məqalə səbəbindən terror təşkilatının təbliğatı ittihamı ilə Türkiyə Respublikası tərəfindən 2,5 il müddətinə həbs cəzasına məhkum edilib. Özü də həmin vaxt o HDP millət vəkili olub. Hazırda təmsil etdiyi Demokratiya və Atılım Partiyasının fəaliyyəti də hər kəsə məlumdur. Gergeriyoğlu Azərbaycanı İsrail əməkdaşlıqda tənqid eləyir, lakin bu əlaqələrin zəifləməsi regional təhlükəsizlik və iqtisadi maraqlara mənfi təsir göstərə bilər. Azərbaycanın mövqeyi beynəlxalq arenada öz maraqlarını ən yaxşı şəkildə qorumağa yönəlib. İsrailə əməkdaşlıq ölkənin müdafiə qabiliyyətini artırmaq, enerji layihələrinin təhlükəsizləşdirmək və texnoloji inkişafı sürətləndirmək üçün önəmlidir.